Əsas Qarabağın problemlərindən biri heyətdə kütləvi yenilənmənin olmasıdır. Bu bir mənalı şəkildədir. Biz Maçoni proqramımızda da bildirdik ki, bu Qarabağ üçün bu Avrokuboklarda problem yarada bilər. Hətta Qarabağ uzun aradan sonra liqa mərhələlərindən kənarda qoya bilər. Bu real təhlükəni biz bugün gördük. Nəzərə alın ki, CSKA Sofia hətta o qədər dişli rəqibdir. Sadəcə biz Vestri ilə müqayisədə deyirik, Payda ilə müqayisədə deyirik ki, daha ciddi rəqibdir. Bugün Dinamo Zagreb çapda rəqiblər, məsələn, bugünkü Qarabağı rahatlıqla məğlub eləyər. Yəni, amma Sofiyanın bir şeylə barışmıram sənin fikrindən. Yəni, ola bilsin qapıya endirə biləcəyi zərbələri filan, o barədə uduza bilər Qarabağı. Amma çox dəmir komandadır. Yox, bərk komandadır. Təbii ki, bərk komandadır. Problem Qarabağın biz dünən canlı yayında nə danışdıq Neftçi ilə bağlı? Dedik ki, Dinamo qol vurmadı, biz çox qol buraxdıq. Bugün onun əksini deyə bilərik. Yəni, məsələ Qarabağın qol vurmağında deyildi. Onlar çox bərk idi. Həm bərk idi, həm də məsələn girə bilmirdi. CSKA səfər meydanında idi deyə bir qədər ehtiyatlı oyun üstünlük vermişdi. Sofiyada belə olmayacaq. Sofiyada nisbətən dominant tərəf CSKA olacaq. Çünki doğma divarlar arasında oynayır komanda, öz evində oynayır və qol lazımdır. Və mən düşünürəm ki, onlar öz doğma divarlar arasında hətta oyunu əlavə dəqiqələrə də aparmağı belə düşünə bilərlər. Bilirsən niyə? Psixoloji olaraq Qarabağı yəni məhv eləmək üçün, yəni onların üzərində qalib gəlmək üçün. Təbii. Bir də biz hücum xəttində Qarabağın o partlayıcı qüvvəsi Juninho'nun timsalında, Camilo Duran'ın timsalında görürdük. Sürətli təzyiq və topu rəqibdən oğurlamaq pressinglə. Bugün Savoda biz onu görə bilmədik. Amma Camilo Duran'da, Juninho'da bu ən üst səviyyədə idi. Digər tərəfdən Qarabağın ən böyük üstünlüyü son illər Avropada Zubir və Elvin Cəfərquliyev tandemidir. Biz verilişin əvvəlində də qeyd etdik. Bugün Zubir qocalıb, o effekti vermir. Astagəl Zubirdir. Artıq müasir futbolda da bilir ki, sürət çox önəmlidir. Digər tərəfdən Elvin Cəfərquliyev ehtiyat skamyadadır. Sağ cinahda nədir? Silva aktivdir. Həmişəki kimi hücumlara qoşulur. Amma orada da Silvanın qolunu, qanadını qıran Kaşuk var. Yəni problem bundan ibarətdir. Sol tərəfdə Elvin olmayanda rəhmətə gedir. Sol tərəfdə Elvin olmayanda çünki qabağında Zubir var, yaşdaşıb neyinəsin o? Orta xəttdə nə qədər darta bilər? Mən açığı Marko Yankovic'in qalmağına tərəfdarı deyildim komandada. Marko Yankovic ötən ilin yanvarında formasını fikirlərin bir sözü var ya hoca. Gəmiləri yakıbsa, yəni getməli idi. Getməli idi. O dinamikanı bugün Elvin Marko Yankovic'də mən görmürəm. Montiel meydana daxil oldu, müəyyən qədər o təzyiqi yarada bildi. Nə bilim, Qarabağ üçün çətin olacaq bu mərhələni adlamaq, amma biz əvvəldə də qeyd etdik, Qarabağ səfər komandasıdır. Avrokuboklarda çox zəngin təcrübəsi var və xüsusilə son 10-12 dəqiqədə yaratdığı təzyiq də müəyyən qədər ümid verir. Ola bilsin ki, heyətdə də müəyyən dəyişikliklər səfər oyununda olsun.